Ötən gün Yasamal rayonunda dağıdılmış evin sakinlərinin aqibətinin necə olacağı aktual mövzu olaraq qalır. Bugün məlum olub ki, Hacıyevlər ailəsi səhəri divarları, pəncərələri dağıdılmış, qəzalı vəziyyətə düşmüş evlərində açıblar. Amma evləri dağılsa da ümidlərini itirməyiblər. Ev sahibi Həbib Hacıyev Xəzər xəbərə deyib ki, hadisənin dövlət qurumları tərəfindən nəzarətə götürülməsi onları rahatlaşdırıb. Məsələyə dünən can yandıran media mənsublarına, qonşulara, insanlıq naminə bizə dəstək olan hamıya təşəkkür edirik. Artıq hüquq mühafizə orqanları öz işini görür. Biz də müvafiq prosesə cəlb edilmişik. Lazım olan sənədlər də götürülüb bizdən. Gerisi artıq istintaqın işidir. Dövlət sağ olsun ki, bu işi nəzarətinə götürüb və bizi qoruma altına alıb deyə Həbib Hacıyev bildirib. Onun sözlərinə görə qəzalı vəziyyətdə olsa da evlərini tərk etməyəcəklər. Evin ziyan görməyən hissəsində yaşamağa davam edəcəklər. Evin sağlam hissəsində yaşayışımızı bərpa edib davam etdiririk və edəcəyik. Başqa çıxış yolumuz yoxdur. Bir ailə başçısı kimi deyirəm ki, bunu heç düşmənimə belə arzulamıram. Bura bizim evimizdir, sonuncu ümid yerimizdir. Evimizdə yaşamağa davam edəcəyik deyə ev sahibi qeyd edib. Həbib Hacıyevin qonşusu Novruz Gülməmmədov isə bildirib ki, həmin tikinti şirkətinin əməkdaşları 3 ay öncə onun da evinə zərər yetiriblər. Biz evdə olmamışıq. 3 ay əvvəl bizim evin darvazasını sındırıblar, damafonu dağıdıblar. Polisə bildirdik. 1500 manat dəyərində ziyan vurublar. Belə təzyiq göstərirlər ki, dəyər-dəyməzinə alsınlar evləri deyə Novruz Gülməmmədov əlavə edib. Qeyd edək ki, Alatavada söküntü işləri aparan şirkətin icraçısı və ekskavator sürücüsü ötən gün saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. Sonradan o da məlum olub ki, hadisə ilə bağlı Melissa Qrup tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da saxlanılıb. O, Yasamal rayonunda söküntü işi ilə əlaqədar cinayət işi çərçivəsində dünən axşam saatlarında saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Araşdırmalar davam etdirilir.